İki yer hakkında Peyğəmbər bunu buyurub, bir İmam Rızanın Məşhədi haqqında, bir də xanım Zəhranın dəfn olunmasına çox ehtimal olunan yer Peyğəmbərin qəbri ilə minbər arasıdır. Allah qismət eləsin, həm Məşhədi, həm Mədinəni ziyarət eləyək. O yerdə buyurur ki, namaz qılsa, elə bil cənnətdə behişdə Allaha ibadət eləyib. Allah qismət eləsin, bu cümə günündə İmam Rızanın Xorasanının Məşhədinin ziyarətinə gedək. İmam Rıza ziyarəti çox təkid olunmuş əməllərdəndir. İki imamın ziyarətinə xüsusi təkid ediblər. Bir İmam Hüseynin Kərbəlasıdır, bir İmam Rızanın Xorasanıdır. Bəzi alimlər deyir, İmam Rızanın ziyarətinin bir özəlliyi də var ki, bilirsən, onun ziyarətinə gələnlər hamısı haqq yolda olanlardır. Çünki İmam Hüseynin ziyarətinə Zeydilər də gələ bilər, İsmaillər də gələ bilər. Amma İmam Rıza ziyarətinə gələn bəllidir ki, Cəfəridir. 12 imamın hamısını tanıyır. Yəni İmam Rıza bu baxımdan Məşhəd haqqı batildən tam şəkildə ayırandır. Bütün imamlar mehribandır, amma Əllamə Təbətəbai deyir ki, İmam-ı Rauf deyirlər İmam Rıza əleyhissalama. Bütün imamlar mehribandır, amma onun mehribanlığı hissidir. Yəni adam hiss eləyə bilir. Məşhəddə olanlar bilir, mən özüm də öz üzərimdə hiss eləmişəm. Adam hərəmə girəndə elə bil başına sığal çəkirlər. Qəribə bir rəhmət var onun hərəmində. Hamısı mehribandır, amma İmam Hüseynin hərəmində bu rəhməti hiss eləmək üçün gərək bir qədər diyanasan. Kərbəla ziyarətinə gedənlər deyir ki, bir qədər elə bil ki, adam itirir özünü ki, hara gəlmişəm. Amma İmam Rıza'da o sığal çəkməyi insan hiss eləyir. İmam Rıza'nın mərhəməti onun hərəminin divarlarından yağır insanın üzərinə. Onun ziyarəti barədə buyurub, kim bir dəfə məni ziyarət eləsə, mən çətin məqamlarda onun başının üstə gələrəm. Ayətullah Şeyx Əbdülkərim Hayrini bir nəfər yuxuda görür, deyir, ağa, necədir vəziyyət, deyir, İmam Rıza'nı 36 dəfə ziyarət eləmişdim, 36 dəfə də qəbrə qoyulandan sonra İmam Rıza mənim ziyarətimə gəldi. O özü gəldi mənim başımın üstünə. O çətin məqamda İmam Rıza'nın ziyarətinə gedənlərin başının üstünə imam gələcək. Və bir keçmişdə mən bunu danışmışam, deyir, Məşhədlilərdən biri dünyadan köçmüşdü, deyir, onu aparıb dəfn elədilər. Deyir, bir yaxın adamı vardı, çox dua elədim ki, mən istəyirəm onu görüm onun vəziyyəti necə oldu. Deyir, yuxuda onu gördüm, çox dua təvəssüldən sonra yuxuma gəldi, deyir, gördüm neymət içində, cənnət içində oturub. Deyir, dedim, hansı əməl səbəb oldu ki, sən belə bir vəziyyətdəsən? Mən səndən belə də çox böyle fəzilətli əməl tanımırdım. Hansı əməl səbəb oldu? Deyir, mən əzab əhli idim. Məni apardılar yumağa, ölümünü danışır buna. Deyir, ruhum bədənimin üstündən özümə baxıram. Görürəm ki, məni qusul elirlər, kəfənə bükürlər və görürəm əzab mələkləri dayanıb başımın üstündə ki, bu əməllər qutarsın, məni torpağa qoysunlar, sonra da əzab başlanır. Mən bunu başladım hiss eləməyə. Bu məqamda deyir, çox narahat, nigaran haldayam, gördüm cənazəmi götürdülər. Məşhədlilərin də bir adəti var ki, aparıb cənazənin İmam Rıza'nın başına, qəbrinin başına dolayarlar. Sonra dəfn eləyərlər. Deyir, cənazəmi aparırlar, mən də gedirəm, ruhum fəryad edirəm, heç kəs məni eşitmir. Görürəm ki, mən əzaba tərəf gedirəm. Deyir, apardılar məni, hərəmin qapısına çatanda mələklər dedilər, bizə olmaz, bura rəhmət məkanıdır, biz qəzəb, əzab mələkləri, bu məkana bizim daxil olmağımız qadağandır. Deyir, onlar qaldılar, mənim bədənimi aparırlar, deyir, indi başqa aləmdədir ruhum, mən İmam Rıza'nın qəbrini yox, özünü görürəm, oturub, başına aşağı salıb. Deyir, məni dolandırırlar onun qəbrinin başına, mən də yalvarıram, deyirəm, ağa, xahiş edirəm ki, nə olar, mənə nəzər eləyəsən. Deyir, görürəm, heç nə eləmir, başına aşağı salıb. Deyir, yenə yalvarıram, ağa, xahiş edirəm, sən İmam-ı Raufsan, mehribansan, ağa, bax, gör, qoyma, aparırlar məni cəhənnəmə, aparırlar məni əzaba. Deyir, görürəm, baxmır. Nə qədər yalvarıram, ağa, baxmır, nəzər eləmir. Deyir, qapıda dayanan mələklər mənə dedi ki, anası Fatiməyə and ver. Deyir, ağlaya-ağlaya dedim ki, ağa, səni and verirəm o qabırğaları sınan anan Zəhraya. Ağa, nə olar mənə bir nəzər eləyəsən, bunlar apardı məni cəhənnəmə. Deyir, bu məqamda gördüm ki,
gözlərini qaldırdı, o gözəl gözləri ilə mənə nəzər elədi. Onun bir baxmağı ilə əzab məndən götürüldü. O əzab mələkləri getdilər, rəhmət mələkləri gəldi və mənə müjdə verdilər. İmam Rıza sənə nəzər elədi, odur ki, bağışlanmışlardansan, səni Allah bağışladı. Getdi Məmunun görüşünə. Əbasət ən yaxın sahabələrindən biri idi. Dedi, Əbasət, mən onun yanından çıxanda əbamı başıma atsam bil ki, məni zəhərləyir. Adi halda gəlsəm heç. Əbasət deyir, gözləyirəm, bu getdi Məmunun görüşünə İmam Rıza əleyhissalam. Bir müddət keçdi, görürəm gəlmir, mən həyəcan içində gözləyirəm. Birdən sarayın qapısı açıldı, gördüm ki, ağa çıxıb, amma əbasını atıb başına. Deyir, rəngi saralmış halda, gördüm müvazinətini saxlaya bilmir zəhərin təsirindən. Deyir, gördüm, yavaş-yavaş gəldi, dedi, evin qapılarını bağla və məni üzü qibləyə uzat. Deyir, mən ağanın üzü qibləyə uzatdım, dedi, indi oğlum Cavad gələcək. Dedim, ağa o Mədinədə, sən burada, qapılar bağlı, necə gələcək? Dedi, gözlə indi gələcək. Birdən gördüm, qapı açıldı, 14 gecəlik ay kimi bir cavan oğlan daxil oldu, gəldi, deyir, ağlaya-ağlaya atasının başını aldı dizinin üstünə. İmam Rıza oğlun gördü, təbəssüm elədi, qalxdı ayağa və öz balasını bastı bağrına. İkisi də ağladılar. Amma Aşura günündə ata oğlun başının üstünə gəlmişdi. Oğul atanın başının üstünə gəlsə, bu faciə deyil çox. Çünki elə oğul ata oğlun diz üstündə can verər. Amma Aşura günündə o bikəs Hüseyn oğlunun başının üstünə gəlmişdi. Gəldi, üzünü qoydu Əli Əkbərin üzünə və yana-yana dedi, oğul, və aləd dünya bə'dəkəl əfa, valla səndən sonra kül olsun dünyanın başına. Ondan sonra qalxdı ayağa, fəryad elədi, Ömər Səd, Allah nəslimi kəssin ki, mənim nəslimi kəssin. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah əl-aliyyil azim.